Salam əziz izləyicilər. Bugün sizlərə qeyri-yaşayış sahələri, şəxsi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahələri, həmçinin həyət evlərinin satışı zamanı vergi məbləğinin hesablanması haqqında danışacağam. Fiziki şəxs mülkiyyətində olan qeyri-yaşayış sahəsini satmaq istədikdə, həmin qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri üçün vergi ödəyəcəkdir. Burada hesablanma qaydası ümumi sahənin zonalar üzrə əmsala və baza məbləğinə, əlavə olaraq qeyri-yaşayış əmsalına hasilinə bərabər olan vergi məbləğini notarius ödəyir. Misal olaraq 5-ci zonaya hesab edilən İnşaatçılar metrosunun yaxınlığında 250 kvadrat metrlik qeyri-yaşayış sahəsi varsa, onun vergi məbləği aşağıdakı qaydada hesablanacaqdır. Şəxsi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahələrinin satışı zamanı vergi məbləği torpağın ümumi sahəsinin baza məbləği 0,5 manata, zonalar üzrə əmsalı hasilinə bərabərdir. Misal olaraq 6-cı zonada yerləşən 300 kvadrat ümumi sahəyə malik torpaq sahəsinin vergi məbləği aşağıdakı qaydada hesablanır. Həyət evlərinin vergi məbləğinin hesablanması mənzillərin vergi məbləğinin hesablanmasına oxşardır. Sadəcə onun yerləşdiyi ümumi torpaq sahəsinin də vergisi əlavə olaraq hesablanır. Misal olaraq 3-cü zonada yerləşən 3 sotda 100 kvadrat ümumi sahəyə malik mənzilin vergi məbləği aşağıdakı qaydada hesablanacaq. Vergi məbləğindən azad olunma qaydaları haqqında sizlərə növbəti hissədə məlumat verəcəm. Diqqətiniz üçün təşəkkür edirik.